Aleluya. Aleluya. Oh, aleluya. Oh. Günlerim, əziz qardaşlar, bazılar, günlerim oruç barəsində. Daha doğrusu, bu bir növ təlim olmayacaq. Çünki biz oruca hazırlaşırıq, oruca daxil oluruq. Bilirsiniz də, amma hazırlaşmışsınız oruca daxil olmağa. Yeyib içməyə. Aleluya. Biz başa düşmüşük artıq. Çünki biz düşüncəli oruç tuturuq, dərrakəli oruç tuturuq. İşığı yandırmamışım. İşığı da yandırırım. Aleluya. Biz dərrakəli oruç tutacağıq. Ümumiyyətlə biz başlamışıq dərrakəli oruç tutmağa, düşüncəli oruç tutmağa. Biz düşünürük və düşüncəli hərəkət edirik. Amin. Burada 1, 2, 3, 4 nəfərin üzünü görürəm. 1, 2, 3, 4, 5 nəfərin üzünü görmürəm. Qalanlar da qaranlıqda otururlar. Əzələ çıxın qaranlıqdan istəyirsiniz. İstəmirsiniz, yaxşı oturun. Aleluya. Ey babacı, salam. Sən də gəlmirsən İra xanım ilə. Aleluya. 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 Rahat mıydı düşək vaxt. Ben sizi görəndə Allah'ı görmüş oluram da. Çünki siz Allahlarsınız. Aleluya. Le rambombo, aleluya, aleluya. Ata sənə minnətdarım, ata sənə şükürlər olsun. Əziz qardaşlar, bazılar, bu günlərim əsas mən sizə necə oruç haqqında siz müəyyən lazım olan şeyləri bilirsiniz. Siz bugün mən sizə haçarları verəcəm. Bir növ necə hərəkət etməlisən oruçda, necə oruç tutacaqsan. Bilirsən nəyə görə bəyək deyirdim? Hələ də kilsələrdə öyrədirlər. Mənə bir nəfər adam göndərib ki, Zəbur 24-cü fəsili göndərib. 24-25-ci fəsil. Mənə xeyirdağı göndərib. Görün nə deyir? Deyir ki, Ya Rəb, həmən Zəburda deyilir ha, 25-4-də. Ya Rəb, yollarını mənə göstər. Öz yollarını mənə öyrət. Məni haqq yolu ilə apar. Həqiqətini mənə öyrət. Məni qurtaran Allah sənsən. Daim səni gözləyirəm. Mən də götürüb ona yazıram ki, bu kilsə təlimində olan azaddır. Deyirsən ki, Ya Rəb, Davud deyir ki, Ya Rəb, yollarını mənə göstər. Hətta o göstərib də sən nə görmədin, sən hansı yol istəyirsən artıq? Axı yol, Məsih, ölməz və çürüməzlik yolu. Öz yollarını mənə öyrət. Axı o öyrətdi də İsa gəldi, öyrətdi. Sən təzdən bu dua ilə niyə yaşayırsan? Məni haqq yolu ilə apar. Məni haqq yolu ilə apar. Sən haqq yolundasan da, sən Məsihin yolundasan. Sən ola bilər bunu bilirsən, ola bilər bilmirsən. Bütün bəşər haqq yolundadır. Bütün bəşər İsa yolundadır. Başqa yol yoxdur. 2000 ildir. Amin. Həqiqətini deyir, mənə öyrət. Hansı həqiqət öyrətsin sənə? Həqiqət İsa Məsihdir. Deyir, daim, Zəburda deyir, onu mənə göstərir. Daim deyir, səni gözləyirəm. Nəyini gözləyirsən onun? Alleluya. Mən xahiş edirəm, pastırlardan, kilsə pastırlarından, bilirəm qulaq asırsınız mən. Öyrətməyin belə. İnsanları ümidə öyrətməyin. Məsih ümid deyil, Məsih real həyatdır. O əsl həyatdır, o həqiqətdir. O ümid deyil, insanlara ümid verib onları pis vəziyyətlərə qoymayın. Məsih həqiqətdir. Amin. Geçen bazar danıştığımdan da tekrar edeyim. Məsih indi və bugündür. Kulak as, kulak as, kulak as. Məsih indi və bugündür. O indidir, o indi səndədir. O ha vaxtsa gələsi Allah deyir. O ha vaxtsa ölümdən qurtara bilən Allah deyir. O ha vaxtsa deyir. O köhnə əhdə ha vaxtsa idi. O köhnə əhdə Məsihin gəlişinə qədər nə vaxtsa gələcəkdi, ha vaxtsa olacaqdı, ha vaxtsa şəfa olacaqdı, ha vaxtsa xeyirda gələcəkdi. O indi və bugündür. Qəbul elə bunu düşüncən vasitəsilə.
Başa düş bunu. Bunu qəbul elə hava kimi, su kimi, kabab kimi. Ən ləzzətli yemək kimi bunu qəbul elə. Mən sənə buradan yayın edirəm. Və mən sənə deyirəm, sən və Məsih İsa indi və bugün sən bax fikir ver bədənə necə sevinir. Bax fikir ver özə, bax daxilə fikir ver. Aleluya. Çünki düzgün yayını eşidir. Düzgün translyasiyanı eşidir. Məsih və sən indi və bugün sən. Sabah yoxdur. Azərbaycan nə olub? Azərbaycan dilində bilməyən pastorlara deyirəm. Məsih откладывание deyil. Не откладывай Мессия. Христос, не надо откладывать. Он сегодня сейчас. Он сегодня сейчас. Он сегодня сейчас во мне, в тебе. И поэтому я могу сказать, если mən varam, onun üçün biz deyə bilirik. Vay, ya Rab, minnətdaram mənə verdiyin bu cəsarətə görə ki, mən bunu deyə bilirəm. Siz başa düşürsünüz, mənim dediyim sözlər kilsələrin, kilsə təlimlərinin bütün stolbalarını sındırır. Stolba, dam, 4 dənə stolbanın üzərində qurulur. Mənim bu sözlərim bütün o kilsə təlimlərinin bütün stolbalarını sındırır. Onlar hələ də Məsihi gözləyirlər. Onlar hələ də çarmıq düzəldib qarşısında, önündə ağlayırlar, önündə səcdə edirlər. Çarmıxın üstünə nə bilim qırmızı parça salırlar, ağ parça salırlar, nə bilim nə qayırırlar, tiyatr göstərirlər. Məsih ayətdən vay. O indi və bugündür. Ucuzlaşdırma Məsihi. O indidir və bugündür. O indi və bugün məndədir və səndədir. Biz oruçdan danışacağıq. Biz oruç barəsində danışacağıq. Və oruç barəsində Məsihin həqiqətlərindən danışacağıq. Oruç nədir? Oruç bu işıq haqqındadır. Necə yəni? Oruç tutanda, axı biz yemək yemirik. Biz yeməyi saxlayırıq. Bu kilsə təlimidir, bunları qoyduq qırağa. Biz yeməkdən imtina etmirik. Oruç işi haqqındadır. İşte qardaş bacı, oruç işi haqqındadır. Bilirsən hansı işi haqqında? Səndə olan sənin daxili işığın haqqındadır. Ki sənin daxili işığın, səndə olan daxili işıq, bütün dünyanın ərzaq bazalarını yıxsan belə, onların hamısının birlikdə verə bilmədiyi və sənin daxilində olan enerji barəsindədir. Bütün dünyanın ərzaq bazalarını yığıb, hamısını bir yerə yığıb, onların kalorisini, gücünü, işığını toplasan, səndə olan işığın bir nöqtəsi qədər etmir belə. Onun üçün sənə deyildi ki, sən işıqsan. Onun üçün İsa Məsih sənə dedi ki, sən nursan. Və biz bu oruç devrində bu daxilimizdə olan işıqla qidalanmağı öyrənəcəyik. Və biz o içimizdə olan işıqla qidalananda biz o işığa çevriləcəyik. Çünki sən nə ilə qidalanırsansa ona da çevrilirsən. Yadındadır, əvvəllər dedim biz nəydən ibarətik? Kimin yadındadır? Kim qulaq asan olubdur mu, nəsə? Biz nəydən ibarətik? Biz fiziki olaraq nəydən ibarətik? Səhər gün orta axşam yeməyi. Zavtırıq, abed ucundan ibarətik. Sən doğulan gündən sən ona görə buradasan ki, sən zavtırıq, abed ucun etmişsən. Və sənin ruhani, mənəvi düşüncən, fikrin nəydən ibarətdir? Eşitdiklərindən, gördüklərindən, tatdıqlarından, toxunduqlarından və hiss etdiklərindən. Sənin ruhani və mənəvi aləmin bunlardan ibarətdir. Sənin fiziki bədənin isə zat rəqabət ucundan ibarətdir. Amma sənin daxilində
bu zavtırk abed uzunun içində səhər gün orta akşam yeməyin daxilində bir işıq var, enerji var. Bəs İsa Məsih o enerjini üzə çıxartmağa gəlmişdi səndə var. O gəlməmişdi onu sənə qoymağa. O gəlmişdi ki, sənə göstərsin ki, o səndə var. Çünki Yahya'nın müjdəsi 1-ci fəsil 9-cu ayədə deyilir ki, o dünyaya gələn hər bir kəsi işıqlandırır. Və bu gün elm təsdiq edir ki, insan ana bətninə düşəndə, insan toxumu ana bətninə düşəndə həmən an bir işıq partlayışı olur. Və biz bu günlərin bu işıq barəsində danışacağıq. Daxilimizdə olan bu işıq barəsində danışacağıq. Biz onunla qidalanacağıq. Və bu həftə ərzində oruç tutacağıq. Və deməli, beləlik çıxır ki, oruç güclü bir vasitədir, oruç güclü bir alətdir. Əgər oruç güclü bir vasitə, bir alət olmasaydı, İsa oruç tutmazdı. Həvari Pavel oruç tutmazdı. Amma onların orucu, onların duası indiki xristiyanlıqda, indiki kilsə təlimində olan bu söylədiklərindən daha çox fərqli idi. Onlar tamam fərqli oruç tuturdular, onlar tamam fərqli dua edirdilər. Çünki bu günlərim bizə öyrədiblər ki, biz orucu ona görə tutmalıyıq ki, Allahdan nəyisə ala bilək, Allahdan nəyisə qoparda bilək. Yəni, biz Allahdan nəyisə almaq üçün elə bir Allaha ödəniş etməliyik. Xeyr, bu belə deyil. Oruc, denən oruc, məndəki işıq barədədir. Oruc, daxilimdəki işıq barədədir. Kilsə təlimlərində İsa'nın 40 gün oruç tutduğunu, sonra onun İsa'nın ruhun gücü ilə oruçdan çıxdığını öyrədirlər. Da mənə də elə öyrətmişdilər əvvəllər. Mən təzə kilsəyə gələndə ki, İsa 40 gün oruç tutdu və ruhun gücü ilə oruçdan çıxdı. Ki, İsa 40 günə dözdü, aclığa dözdü və buna görə də ona ruhun gücü verildi. Ki, malades İsa, afərin sənə İsa, sən 40 gün aclığa dözdün, bu da sənə ruhun gücünü biz veririk. Sən indi ruhun gücünlə get, ölüləri diril. Xəstələrə şəfa ver, möcüzələr göstər. Bunlar hamısı yalandır. Bunlar hamısı sən doğulanda sənin içində var. Məhz bu anlayışa görə bir çox xristiyanlar İsa kimi mütləq ruhun gücündə oruçdan çıxmaq üçün 20 gün, nə bilim 30 gün, 40 gün, 10 gün, nə bilim belə oruç tuturlar ki, oruç tutar, ruhun gücündə oruçdan çıxar. Sözün özü insanların buna inandıqlarını göstərir. Əgər bunu etsəm, mən də güclü olacağam, mən də İsa kimi, məndə bu alınacaq demək, bu özü səhvdir, bu böyük səhvdir. Oruc, əziz qardaş və bacı, oruc, bu sənin bədəninin şuurunu, sənin bədəninin şuuru var. Nurun qidasına batırmaqdır, o çörəyi nar soğan eləyirsən, çörəyi batırırsan, soğana, nara, çörək narı çəkir özünə, hopur və yaxud bir yemək yiyəndə batırırsan, bir qıraqdan bir acı qayacada batırırsan, çörəyi, o acı kanı hopur özünə çəkir. Və oruç, bu sən bədəninin şuurunu, düşüncəni, nurun qidasına batırırsan ki, nurun qidasını intensiv olaraq daim özünə çəkəsən. Çünki sənin daxilində, biz bildik ki, sənin daxilində bir nur var. Amin. Amin. Sən fikirləşmirsən bu barədə? Sənin daxilində bir nur var. Amin. Amin. Bir də bilirsən hansı nur var? Sənin daxilində bir nur var, İsa Məsihdir adı, Ata Allahdır adı. Bir də o nur var ki, sənsən. Hey, vah!
Sən özün nursan, sənə deyildin, sən nursan, sən işıqsan, sən işıqlanıb dünyaya gəlmişsən. Biz çürüməzlikdən danışmışıq, biz ölməzlikdən danışmışıq. Çürüməzlik, bu sənin daxilinə girov verilib ki, sən özün çürüməz olasan, sən özün olasan. Və ona görə də sizin içinizdəki diqqətlə qulaq as, sənin daxilindəki işıq, bu oruç devrində bunlar baş verəcək. Sənin daxilindəki işıq, sənin daxilində olan nur, eyni şəkildə səndə olan işıq, nur, eyni şəkildə fiziki olaraq olduğunuz işığa çevrilməlidir sənin bədənin. İçindəki çölə çıxacaqdı. Yadınızda da qəbri açanda bir işıq saçdı, heç kim baxa bilmədi. İsa'nın qəbri açılanda nur saçdı. Və bu oruç dövründə sənin daxilində olan bu işığın fiziki olaraq işığa çevrilməsini biz praktik olaraq yaşayacağıq. İndi hətta alimlər də təsdiqləyir ki, bizim qanımız işıqdır. Alimlər də təsdiqləyir ki, bizim səsimiz işıqdır, enerjidir. Mənə qulaq as, diqqətlə qulaq as. At bütün işini, ümumiyyətlə sənin bədənlə bağlı olan hər şey işıqdır. Çünki sənin mənbən işıqdır. Və bu oruç dövründə prinsip bu olacaq ki, sən daxilindəki ilə qidalanacaqsan o işıqla və ona çevriləcəksən, başa düşürsən və o da sənə çevriləcək. Bu oruç dövründə. Amin. Yaxşı, mənim içimdə bir işıq var. Doğru dildə deyək, indi kətçi dilində deyirəm da, kətçi adamam. Mənim içimdə bir lambışqa var. O lambışqa yanır, amma mənim içimdədir. O çölə çıxmırsa, onun yanmağının nə xeyri? Bəs Məsih ona görə dedi ki, tikilən şəhər gizli qala bilməz. Çırağı yandıran stolun üstünə qoyar. Bizə isə başqa cür təmiz, başqa cür anladıqlar bu misalları, bu ayələri. Çıraq yanır səndə, onu çıxartmalısan bugün, stolun üstünə qoymalısan. Amin. Aleluya. Mən özüm məhdəl qalam ki, bunlar indi mən danışa, bunlar mənə necə açılır? Ki, o dedi, sənin daxilində işıq var. Kim deyil, çırağı yandırıb stolun altına qoyar, içində saxlayar. Onu stolun üstünə qoyar. Bu günlərin o işığın stolun üstünə qoyulan vaxtıdır. Bu günlərin biz o işığı stolun üzərinə çıxardacaq bu oruç devrində. Prinsipimiz var bizim. Bizim prinsip nədir? Bu 5 günlük oruç devrində sən daxilindəki ilə qidalanacaqsan, o nurla, o işıqla. Sən fiziki kababa, aşa, yeməyə, içməyə sağ ol deyəcəksin. Daxilindəki ilə qidalanacaqsan və o daxilindəki sənə çevriləcək. Məni anlayırsan, mən bilmək istəyirəm, sən başı görmək istəyirəm. 2 nəfər dedi ki, anlayıram. Məni anlayırsan, görmək istəyirəm ki, siz anlayırsınız mən bax üçün nəydən danışıram? Aleluya. Bunu mənə əsas anlamağınız lazımdır. Oruç tutmamaq o sonranı işi, özünüz bilərsiniz. Biz onu üzə çıxartacağıq. Yadınızda da İsa Məsih dedi ki, məndə elə yemək var ki, heç kimin ondan xəbəri yoxdur. Mən Rəbbə minnətdaram ki, mənim o yeməkdən və mənim bu olduğum bu kilsə qrupunda, bu səmavi səltənət qrupunda olan hər bir kəsin artıq o yeməkdən xəbəri var. Sən inanırsan, hələ də kilsələr o yeməkdən xəbəri yoxdur.
Hələ də onlara o işıqdan, o nurdan xəbər yoxdur. O bizim yeməyimiz o nurdur. O işıqdır, biz onunla qidalana bilərik. Və sən çox xoşbəxtsən və bəxtəvərsən. Çünki bu qrupdasan. Sən fəxr edirsən sən ki, belə qrupdasan, bunlar sənə açılıbdır və fəxr etmək, bu egoizmi daxı, özünü yüksəkmək daxı. Bəli, mən fəxr edirəm Rəbbimlə ki, bunlar mənə açılır. Bəli, mən fəxr edirəm. Mən egoizm nədir bilmirəm, mən fəxr edirəm. Mən fəxr edirəm. Və sizin yerinizə də fəxr edirəm. Və ləzzət alıram həyatdan. Çünki mənə açılan açılıb. Çünki gələn artıq gəlib. O məndədir. Mən ondayam. Haleluya, haleluya. Haleluya, haleluya. Ruh alovlandırır. Haleluya. Və belə çıxır ki, oruc bu səndə olan işıq barədədir. Sən hiss etməli olduğun şəxsən sənin kimi özünü göstərəcək işıq haqqındadır. Necə ki, sən özünü göstərirsən bu dünyaya, bax, sən özünü necə ki göstərirsən bu dünyaya. Bax, eləcə də səndəki olan işıq üzə çıxıb özünü göstərməlidir bu dünyaya. İşədəki işıq, dedilər ki, işıq saçırdı. Mən yenə sual vermək istəyirəm. Sən məni anlayırsan ki, mən nə deyirəm? Mən sənə deyirəm ki, səndə olan işıq barədədir bu oruc. Və sən hiss etməli olduğun şəxsən sənin kimi özünü göstərə bilən işıq var. Biz o işığı üzə çıxartmalıyıq, uşaqlar. Uşaqlar, həftə sonu biz elə belə yenidən təzdən gələn bazar günü yenidən gəlin yığılağına başlamalı deyilik. Bəli, biz gələn bazar günü yığılacağıq. Amma biz işığı üzə çıxartmalıyıq. Səndə olan işıq artıq üzə çıxmalıdır. Və təəccüblüdür ki, bəzi heyrətamiz şeylərdə hərəkət edənlər var. Su üzərində gəzmək istəyənlər, reinkarnasiya ilə maddənin reinkarnasiyası, yəni bir şəkildən başqa şəkildə düşməsi, ölülərin dirilmə. Demək olar ki, bunlar, nə bilim, levitasiya, havalanma, bunlar hamısı sən demə oruçla bağlıymış, oruçla əlaqəliymiş. Onlar belə bir oruç tutmaq sənətinə yiyələnməyə çalışıblar. Və ya bu yollarla irəliləyərək onu mənimsəyiblər. Oruç vasitəsilə bu şeylərə daxil ola biliblər. Biz görürük ki, onların kitablarında oruç haqqında necə danışıqlarını oxuya bilərsiniz. Və sizin kimi vəhləri olmasa belə, bizdən əvvəl yaşayanları deyirəm, bizim kimi, sizin kimi vəhləri olmasa belə, onlar oruç haqqında biliklərini, nəfslərinin elə bir sadəliyində istifadə ediblər. Onlar çox maraqlı bir ölçüyə doğru yol alıblar, bir ölçüyə gəlib çıxıblar. Çünki onlar oruç barəsində nəsə bilirdilər. Oruç da, onu deyim ki, oruç tutmaq, bu belə bir dərk etməyə dalmaqdır. Sən dərk etməyə dalırsan oruç vaxtında. Sən dərk edirsən ki, sən kimsən, nəçisən, sənin daxilində nə var? Bu meditasiya formasıdır. Bu, onun içində olmağın bir yoludur. İndi heç kim demir ki, dua edək. Artıq buna ehtiyacımız yoxdur. Heç nəyə ehtiyacımız yoxdur. Amma eyni şəkildə siz deyə bilməlisiniz ki, bizim oruç tutmağa ehtiyacımız var. Oruç tutmağa ona görə o vaxtı ehtiyac durmurduq ki, çünki bilmirdik ki, oruç nə deməkdir. İndi isə biz bilirik. İndi də insanlara əgər tanrıyıqsa, kimə dua etməliyik? Sual verirlər ərədə. Allahıqsa eşən, bəs kimə dua etməliyik? Bunlar sadəcə anlamırlar ki, dua
səmavi səltənətə, səma üstündə qurulan taxta müraciət deyil. Bunlar elə bilir ki, dua taxta, Allahın taxtına, Allahın elə bir tribunasına müraciət deyil. Onu ver, bunu ver, onu ver. Dua sənin ilahi təbiətinin yayımıdır, translyasiyasıdır. Sən yayın edirsən ki, mən ilaham, mən ilahdan doğulmuşam, mən işığam, mən işığın mənbəyiyəm. Nə qədər demək olar, nə qədər yazırsınız mənə, cavab verirəm buradan sizə. Dua sənin ilahi təbiətinin yayımıdır, translyasiyasıdır. Sən onu yayım edirsən, oturursan, sən deyirsən, mən kiməm, mən işığam. Ya burada yazıb da ki, dərin sular şəlalərinin səsiyle dərin suları çağırdı. Dərinlik dərinliyi çağırır. Belə bir şey var. Rəbbin adını çağıranları çağırmaq, yəni dərinlik sanki dərinliyi çağırır. Amma elə bir şəlalə səsiyle yazılmıyor ve aşağılar böyük uçurumu çağırır. Dərinlik, dərinliyi çağırır. Bunlar iki eyni təbiətdir. Dərinlər, dərinlər. Çoxlu suların səsi kimi səslə dərinliyi çağırır. Taxtdan gələn səs, taxtdan gələn səda, belə təsəvvür olunur. Dərinlik, dərinliyi çağırır. Başa düşürsən. Bilirsən o vaxtı nə deyirdi? Yəni, öz gücünə, böyüklüyünə, təbiətinə görə bunlar bir titrəməzlər, bir-birini işə salan iki eyni hadisədir. Dərinlik, dərinliyi çağırır. O bunu çağırır, bu onu çağırır, o bunu çağırır, bu onu çağırır. Və bu əbədi olaraq heç vaxt tutarmır. Halleluya. Və dua indi və bu barədə əvvəllər olduğu kimi bir insanın uca Allah'a bir növ xahişi haqqında deyil. Dua xahiş deyil, qurtarın Allah'tan xahiş edib nə istəməyi. Dua sən kim olduğunu yayın etməkdir. Evinə, ətrafına, vəziyyətinə, maliyyə vəziyyətinə, ailə vəziyyətinə, sağlamlıq vəziyyətinə yayın edirsən ki, mən kiməm? Buna görə də başa düşmək yaxşı olar ki, oruç tutma, bu şuurda elə bir ki, möhtəşəm, heyrətamiz bir dərk etmə və bütün bədənin üzərində səlahiyyətin aşkarlanmasıdır. Sən oruç tutanda bu sənə aşkarlanır ki, sən kimsən? Yadınızdadır deyir ki, ruhsuz bədən ölüdür. Deyir ki, ruhsuz bədən ölüdür. Biz oruç barəsində danışırıq. Kəlam deyir ki, ruhsuz bədən ölüdür. Amma sənə onu deyim ki, ruh həyat üçün yeganə və mütləq enerji mənbəyidir. İnsan qorxur ki, yeməkdən imtina etsə, zəifləyəcək. İnsan yeməkdən imtina etsə, başı ağrıyacaq və ya huşunu itirəcək. Çünki o, yeməyi qida mənbəyi kimi görür, qəbul edir. Ona görə də siz bədən haqqında bunları bilməlisiniz. Bədən haqqında bax, nəyi bilməlisən sən, bax. Nə yemək, nə su, nə də yuxu, bədən üçün enerji mənbəyi deyil. Biraz yatım, enerji yığım, xeyr. Biraz yiyim, enerji yığım, xeyr. Biraz su içim, enerji yığım, xeyr. Hətta təbiət elmləri və insan müşahidələri, insanlar müşahidə edirlər, deyirlər ki, yemək yeməsən zəifləyəcəksən, içməsən susuzluqdan öləcəksən, yatmasan dəli olacaqsan. Bizdə bu qida, su, hava, yuxu, enerji sistemində bax, belə yaşamağa öyrənmişik, bizi öyrədirlər belə. Mən isə sizin tərsini öyrədirəm, oradan çıxardıram.
Biz bədənimizə yalnız bu saydıqlarımızın enerji verdiyini o qədər öyrənmişik ki, biz oxuyanda ki, ruhsuz bədən ölüdür. Bunu biz elə qəbul edirik ki, əgər ruh bədəni tərk edirsə, deməli ölüdür. Əslində bu sözlər bədənin həyatı üçün, qulaq as, xahiş edirəm, bir də toparlan, mənə toparlan. Əslində bu sözlər ruhsuz bədən ölüdür. Bədənin həyatı üçün yeganə və mütləq enerji mənbəyinin ruh olduğunu bildirməkdir. Sənə bildirir ki, bədənin yeganə və mütləq enerji mənbəyi ruhdur, yemək deyil. Ona görə demir ki, ruh bədəni tərk edəcək, öləcək. Ümumiyyətlə bədən ölümsüzdür. Bunun çoxlu sübutları var. Nəinki 40 gün, ömrü boyu yemək yeməyən insanlar var. Və bədəni bütün bunlar olmadan, bütün bu yeməklər olmadan möcüzəli şəkildə yaşayırlar. Çoxlu məlumatlar var. Himalayada, dağda adamlar var. Orada. Biz nəfəs almaq haqqında danışmışdıq. Bizə deyirlər ki, 5 dəqiqə nəfəs almansanız öləcəksiniz. Amma gecə gündüz dənizin dərinliyində yadındadır gəzən Həvari Pavel. O ölmədi. Necə? Fövqəladə şəkildə. Çünki ona görə ölmədi ki, Həvari Pavel, qulaq as, mən indi sənə deyirəm. Həvari Pavel bədən haqqında nəsə bilirdi, ona görə ölmədi. Ona görə də sənin nələrisə bilməyin lazımdır. Başa düşürsən məni? Eşidirsən məni? Sənə bilmək lazımdır. Sənə öz bədənin barəsində nələrisə bilmək lazımdır. Və mən də onları sənə bu gün açıram. Və bu onun vəhidir ki, yalnız ruh bədəni tərk edərək onu ölü edə bilər. Bu, bədən haqqında vəhin təməlidir. Müqəddəslərin müqəddəsidir. Yemək, su, hava, yuxu bədəni tərk etsə, bədən ölməz. Hey! Yemək, su, hava, İsa Məsihin bədənini tərk edib. O isə dünən, bugün və əbədi olaraq diridir. Hey! Bu da sənə bəy, bu da sənə açar götür. O yemək yemir. Hamı deyir ki, bədən sudan ibarətdir. Bədən nə bilim, yeməkdən ibarətdir, bədən nəydən ibarətdir? Bəs yaxşı, bu bədən sudan ibarətsə, bu su necə yaranır? Su da yaradılmışdır axı. Su nəydən yaradılıbdır? Su ruhdan çıxıbdır, ruh yaradıb onu. Onun enerjisindən biridir. Su Allahın enerjisindən biridir. Çünki o ruhdan yaranıb, su özü ruhdan yaranıb. Su olmasa bədən 100% öləcək. Ruh bədəndə su istehsal edib çoxalda bilir. Çünki suyu yaradan, bütün dünyada olan suyu yaradan. Kimin imkanı varsa mikrofonları söndürsün. Bütün suyu yaradan səndə məskən salıb. Və o səndən suyu yaratmağa və səni ölməməyə qoymağa qadirdir. Bunu səni yiyib içməkdən çəkindirmək üçün demirəm. Bunu səndə olan yeməsəm, içməsəm, nəfəs almasam, öləcəyəm qorxusunu aradan qaldırmaq üçün sənə deyirəm. Bədəndə su iki şəkildə görünə bilər. Birincisi onu içmək, İkincisi isə ruhun axırında suyu çoxaldacaq bir şeyin mənbəsinə çatmaqdır, bir şeyin olmasıdır. Sən stakanla da içə bilərsən çerez krant və yaxud da o kranta suyu göndərən sənin daxilindədir, oradan da onu içə bilərsən. Necə? Necə? Müqəddəs yazıda, İncildə suyun şəraba çevrildiyini oxumuşsunuz da. Və buna görə də, əgər həyat verən ruh suyu şəraba çevirə bilirsə,
həyat verən ruhun təsiri ilə su səndə çoxala da bilər. Əgər o çaxıra çevirə bilirdisə, nə üçün o səni çoxalda bilməsin axı, səndəki suyu? Necə dedi? Biraz indi götürüb toy ağasına verin. Və bunu deməklə, biraz ondan götürün toy ağasına verin, bu sözü işlətməklə, aparın toya paylayında içsinlər. O anda su şəraba çevrildiyi kimi, səndə olan ruh bir şey deyə bilər. Və sənin bədənində elə bir tezliklər titrəyə bilər ki, su və yaxud bütün sənə lazım olan kimyəvi maddələrin elementləri səndə çoxala bilər. Hey! Anlayırsan məni? Suyu çaxıra, şəraba çevirən elə edər ki, səndə su, kimyəvi elementlər arta bilər. Bu hamısı düşüncə ilə bağlıdır. Və biz oruç devrində bunu edəcəyik. Yadınızdadır, imperatora qulluqçu hazırlayırdılar. Danielin tələbələri. Onlar da ki, bizə bu yeməkdən vermə, bir 10 gün bax gör, necə olacaq? O dedi ki, bütpərəstlərin yeməyini bizə verməyin, zəifləyəcək, biz pis görünəcək. Amma sonunda gördülər ki, bunlar daha güclüdür, daha təravətlidir. Çünki, niyə? Niyə onlar güclü idi? Niyə onlar heç nə yemədilər? 10 gün ancaq meyvə yedilər, su içdilər. Niyə onlar daha güclü oldular? Kim deyə bilər? Bayaq demişdim. Nəyə görə onlar başqalarından fərqli oldular, təravətli oldular? Ona görə ki, onlar bədən barədə nəsə bilirdilər, bir şey bilirdilər. O şey ki, mən sənə öyrədirəm bugün. Və hazırda bizim maliyyə məsələlərində mənimsədiyimiz həyat verən ruhun ən güclü funksiyalarından biri maliyyə artımıdır. Bu devirdə biz maliyyə artımı ilə məşğul olmalıyıq. Bu oruç devrində. Çünki bilməyənlər üçün deyirəm, İsa təkcə nazaretli, möcüzələr yaradan dülgərin adı deyil. İsa sonuncu Adəm, sizdə işləyən, həyat verən ruhun adıdır ki, bu da sizsiniz. Ona görə də biz özümüzü belə cəsarətlə bu adla çağıra bilirik. Beləliklə, həyat verən ruhun əlinə düşən, onun qucağına düşən hər şey çoxalır və ya çoxala bilir, eşidirsən? Bu, bədəndə lazım olan hər şeyə, hətta nəfəs almağa belə aiddir ki, sən onu çoxalda bilərsən. Adəmin ilk nəfəsi, biz elə bilirik ki, Adəmin ilk nəfəsi elə hava idi. Adəmin ilk nəfəsi hava deyildi. Adəm Tanrıdan, atadan təkcə nəfəs almayıb. O özü bu nəfəs idi. Bizə deyirlər ki, o nəfəs aldı. Xeyr, o özün nəfəs idi. Çünki hər şey onun nəfəsindən yaradılır. Sən özün nəfəssən. Buna görə də biz ruh barədə nəfəs almaq kimi danışırıq. Bu qəribədir ki, biz Allahın nəfəsi olaraq başqa bir nəfəsdən asılı olduğumuzu düşünürük. Bu çox pisdir ki, biz özümüz Allahın, ilahın nəfəsi olaraq biz deyirik ki, bu dünyada olan nəfəslər, bu havadan biz asılıyıq. Xeyr! Nəfəs alma təcrübələrinin mənası, hansı ki, mən yazıb qoymuşam YouTube-a. İlahi nəfəsi özünüzdə hiss etməyiniz
və oksigen nəfəsindən asılı olmadığınızın vəhini almaq üçündür. Ona görə mən o əziyyəti çəkib onu yazmışam. Ona görə mən onu qoymuşam ora ki, sən vəh alasan ki, sən oksigendən asılı deyilsən. Bilmirəm nə qədəriniz o məşqi edirsiniz, etmirsiniz. O sənin üçün, sənə vəh üçün yazılır. O sənə vəh üçün göndərilir, vəh üçün o YouTube'a qoyulub ki, sən o nəfəs almamaqla məşqini edərək vəh alasan. Mənim sənin nəfəsi kəsib öldürmək fikrim yoxdur. Mənim fikrim səni öldürməməkdir, ölməməyidir. Bəziləri üçün bu nağıl kimi görsünə bilər. Necə ki, çoxlarına çürümezlik nağıl kimi gəlir. Ona görə də mən sizə deyirəm, bugün ən azı heç olmasa bu hadisələri dərk etməklə başlayın. Başlayın bu hadisələri dərk etməyə. Əgər insan bədəni Allahın yeni izzətidirsə, əlbəttə biz bilirik ki, onun yeni izzətidir. Biz hər birimiz bilirik ki, insan bədəni Allahın yeni izzətidir. Və o həyat verən ruhdur. Allahın oğludursa, onda necə düşünə bilərik ki, bədən bir növ yaradılışın enerji sisteminə bağlıdır. Onda belə çıxır ki, Allah məxluqdur, sən yox. Ata Allah bunu tarixi boyu göstərib. Bunun nümunəsi tarix kitabındakı Yəhudilərdir. Heç nə olmaya 40 il səhranı dolandılar. Heç nə olmaya 4 milyona yaxın insanın bir günlük yandırdığı odunu, istilik üçün, paltar yemək üçün, yemək pişirmək üçün yandırdığı odunu səhv eləmirəmsə, bir də onu vurmuşdular, oxumuşdum bir yerdə, 160 vagon odun lazım idi gündə. Çöldə bir ot yox idi, bitmirdi bir ot. Ağaç nə qayrıdı orada? Heç nə olmaya 40 il səhranı dolandılar, amma dərk etmədilər ki, təminat, denən hamca mənim, möhkəm denən təminat, həyat verici ruhdan idi. O həyat verici ruh ki, bugün səndədir. Aleluya! Oh, aleluya! 40 il onların təminatı həyat verici ruhdan idi. Və bu həyat verici ruh bugün səndə məskən salıb. Və özünü çox xoşbəxt hiss edir. Haleluya! Biz biraz da sizə orucun sirrindən danışacağım, sonra çörək bölümü edəcəyik və birinci gündən oruca daxil olacaq. Kim istəsə bugün daxil ola bilər, kim istəsə indi çörək böləndə daxil ola bilər. Mən xahiş edirəm, bu zapisi qoyacam. Günlərim, axşam bir də qulaq aç buna və oruca daxil ol ki, sən içindəki işığı çölə çıxarda biləsən. Sənin içində işıq var, nur var. Sən bunu bildin, bilmədin, sən bunu göstərə bildin, bilmədin, sən bunu dərk etdin, etmədin, sənin içində bu işıq var. Təcrübə nə olacaq orucun sirrində? İlk 3 gün yemək bədəni tərk edəcək. Yeməyin elə bir ki, qoxuları sizi təqib edəcək və siz yemək istəyə bilərsiniz. İyi gələcək burnunuza. Bu günlər əsasən istirahət üçün lazımdır və bu 3 günü sən yata da bilərsən. Bütün günü yox ha. Bəs deyərsən, bəs mən işləyirəm axı, işləyənlər üçün isə deyirəm. Beləliklə,
İşdə istirahət etməyi öyrənin. İşdə işləməməyi öyrənin. Necə? Oruç tutduğunuzu ümumiyyətlə düşünməyin. Ümumiyyətlə heç nə haqqında düşünməyin. Əgər işləyirsiniz, işləyənlərə deyirəm. Çünki düşünəndə o zaman mübarizəyə başlayırsan. Bunlar olmamalıdır. Oruç zamanı daxilinizdə nəyisə bağlamaq və ya itələmək lazım deyil. Nəyisə bağlamaq, nəyisə qırağa etmək lazım deyil. Nə üçün? Çünki hər şey, qulaq as, hər şey o qədər sənin özününkidir ki, hər şey o qədər sənin özünündür ki, lazımsızı söndürən kimi, lazımsız özünü biruzə verir, heç nəyi söndürmə, heç nəyi bağlama. Hər şey sənindir. Hər şey sən yar, hər şey sənindir. Başa düşürsən? Sənin olmayan heç nə yoxdur. Daxilinizlə mübarizə aparmağa, yaxşıya pisə ayırmağa başlamayın, dayandırın. Mübarizə aparmağı, bu yaxşıdır, bu pisdir, bu məndə var, bu pis əməldir, bu pis əməl deyil, bunlar, unudun bunları. Çünki nə ilə mübarizə aparırsansa, onu da aktivləşdirirsən, başa düşürsən. Nəyə qarşı çıxırsansa, sən onu gücləndirirsən, orada təzyiq yaradırsan. Hətta iman da belədir. Sən imanda gərginləşməməlisən. Sadəcə təslim olmalısan, rahatlaşmalısan. Oruç da eyni şeydir. Və bu sistemi işə salmağa ehtiyac yoxdur. Sən sadəcə orucun işlədiyini, sənin daxilində hər şeyin stabil olduğunu tapacaqsan. O sizə heç vaxt hücum etmir. Mən bu güclə hücum edim, bu yemək yesin. Sən belə bir enerji verici ilə oyanmırsan. Amma üçüncü gün anlaşılmaz bir şeylə, anlaşılmaz, başa düşməyən bir şeylər hiss etməyə başlayacaqsan. Daxilində nəyinsə, indi bu kişilər bunu bilmir, qadınlar bilir. Qadın hamilə qalanda o hiss edilir, daxilində nəsə var. Baxdır ki, aha, mən tək deyiləm. Və sən hiss edəcəksən ki, sən tək deyilsən. Daxildə bunu hiss edəcəksən yenidən. Deyəsən orada hər şey o qədər də yaxşı deyil, belə fikirləşəcəksən. Amma fikirləşəcək, biləcəksən ki, artıq tək deyilsən. Qadın da elə fikirləşir, deyir, nəsə daxilində necə vəziyyət pisdir. Sonra bu deyir ki, vəziyyət pisdir, sadəcə 2 nəfərdilər artıq. Və burada da eynidir. Siz hələ də biraz zəifsiniz, fikirləşirsiniz. Və fikirləriniz cəmləşmir. Fikirləşirsiniz, nəsə düzgün deyil. Bəlkə də təzyiqim var, titriyirəm. Amma siz artıq hiss edirsiniz ki, aha, nəsə başlandı, mənim daxilimdə nəsə baş verir. Mən bu şərti qəbul edirəm. Amma bu, o demək deyil ki, sənin daxilindəki o işığa sən deyirsən ki, aha, səni tapdım, indi səni hiss edirəm, indi sən məni gidizdirəcəksən, məni bütün enerji ilə təmin edəcəksən. Bu belə deyil, xeyr. Yalnız bu anda, həmən anda digər mənbələrlə əlaqəni elə bir aşağı titrəyişlərinin azadlığını başa düşməyə başlayacaqsan. Başa düşəcəksən ki, titrəyiş başlayır. Yemək bütün bu məhbəh, yəni bu içəridə aşağı vibrasiyanı yaradır. Yeməyin necə həzm olunduğunu bilirsiniz da, yemək necə həzm olunur. Nağara kimi duppullayır içəridə. Yemək yiyən qarnına qulağınızı qoyun, görəcəyiz.
Çünki yemək gəlir, yeyirsən, çıxır, girir, pişirir, yemək, bədən başlayır onu pişirməyə. Zavod hərəkət edir, böyük bir zavod. Bum, cup. Elə bir orada bədən doğulur. İçindəki bu yeməklə mübarizə başlayır. Və sən bu incə zəngi, Allahın incə zəngini, Allahın incə səsini, bu yemək yeyə, bu zavod, bu produktları yeyə, necə işlə bilərsən? Çünki cübbacübdur, zavod işləyir axı. Sən içindəki səsi, o incədir. O bir meh kimidir, Allahın səsi eşidirsən, sən yemək yiyəndə sənin içində cübbultu zavod işləyir, cübbacürüb. Başa düşürsən nə deyirəm məni? Ha? Sən yemək yiyəndə iş gedir gəlir axı. Sən elə bil bu kalbasa zavodunun, kalbasa fabrikinin səs-küyü sən yiyəndə içəridə nə isə hiss etməyə başladığın kimi stanoklar dayandı, orada adam səsi gəlir. Və sən adamların səsini eşitirsən. Ayda xanım, mikrofonu bağlayında xahiş edirəm. Bu qiymətli mehdir. Bu səni sakitcə sevindirməlidir. Və sən sadəcə onda deyəcəksən, sən buradasan. Bilirəm və hiss edirəm, sən buradasan. Məhz sən bunu 3-cü gündən sonra başlayacaqsan eşitməyə. Sən onu hiss edəcəksən daxilində. Çünki zavod dayandı işləməyə. Zavod bilirsiniz da nəyə gələm? Yeməyə yiyirsən, güppə görüb, tappadarab. Oruç tutanda fiziki fəaliyyətdən fikirləşmə ki, qaçın. İşləməyim olmaz. Xeyr. Təəccüblüdür, elə gəlir ki, gücünüz yoxdur. Amma müəyyən fiziki məşqlər etməyə başlayanda, əksinə sən görürsən ki, içəridən enerji alırsan. Və bütün gün ərzində sən daha cümrah, daha şən olursan. 5-ci günü siz tamamilə yemək istəyini dayandıracaqsınız. 5-ci gün deyəcəksən ki, başlasan düşünməyə ki, nə olar eləmək, yalnız bu vəziyyətdə yaşayayım da. Nə olar, bu yemək nə? Mən bilirəm, nə 50 dəfə, 100 dəfə bəlkə olmuşam elə. Mən niyə mən elə bunu yaşayayım, yemək yanısa, ama. Yaxud da deyirsən ki, həyatımın 10-cu oruç gününə çatdım. Daha dözə bilmədiyim üçün deyil, ona görə deyir ki, sanki götürmək lazım olan hər şeyi götürməmişəm. Odur ki, sahib olduğum günlərə yerləşməyə, hər şeyi öyrənməyə və hazırlanmış növbəti sinifə keçməyə qərar verin. Biz növbəti sinifə keçirik bu oruç tutaraq. Bir çoxları hazırlıqsız oruca girirlər. Və ona görə də onlar heç artıq oruç tutmaq istəmirlər. Çünki belə oruca girib daha çox çək alırlar, ağıl başdan gedir və başlayırlar orucu rədd etməyə. Niyə? Çünki hazırlıqsız girdilər. Ona görə mən bugün səni hazırlayıram. Nəyə hazırlayıram? Mən səni toy şənliyinə hazırlayıram. Çünki hər gün toy şənliyidir. Bu, fövqəl-təbii orucun sirridir, qulaq az. Sən oruca yemək yeməyə gedirsən, qulaq az. Öz bədəninə denən indi. Denən, qorxma. Mən səni ac qoymaram. Mən səni susuz qoymaram. Mən sənə əsl yemək verəcəyəm. Əsl su verəcəyəm. Bax, budur fövqəl-təbii orucun sirri. Eşidirsiniz məni? Eşidən var burada məni ki, nə deməkdir fövqəl-təbii orucun sirri? Daxilindəki olanla qidalanma. Sizdən kənarda olanlar üçün oruç tutursunuz. Ətrafda olanlar, bu yeməklər ətrafdan, qıraqdan gələnlər üçün oruç tutursunuz. Amma bu sirlərlə tanış olanlar üçün sizə deyirəm, mən toy ziyafətinə gedirəm, eşidirsən,
və sizin hər birinizi dəvət edirəm. Deyirəm ki, gəlin mənimlə birlikdə toy ziyafətinə gedək. Amin. Sənin öz yeməyin var, mənim öz yeməyim var. Hansı ki sən bilmirsən. Deyir, ona yeməyə kim gətirdi? Kim ona yemək verdi? Bu arada şahidlər, Yahya 4:31-30 çox qədər oxuyacağım. Bu arada şahidlər Rabbi yemək ye deyə ondan xahiş etdilər. Lakin isə onlara dedi, məndə elə yemək var ki, siz ondan xəbərsizsiniz. Onda şagirdləri, görəsən kim ona yemək gətirdi mi? Deyə bir-birindən soruşdular. İndi bizim o yeməkdən xəbərimiz var uşaqlar. Biz indi o yeməyi bilirik. Amma sən oruç tutanda əvvəllər bir təri dözüm, axıra çatdırım. Yox, dözəmədim, yox, Rəbb məni bağışla, mənim günahımdan gec. Mən 3 günlük söz vermişdim, 5 günlük söz vermişdim, amma 2 gündən sonra orucumu açdım, ay aman, mən orucu axıra kimi tuta bilmədim deyənə, mənim bu istəyim qəbul ola bilməyəcək, ay aman, mən ala bilmədim. Xeyr, İsa deyir, bir aclığa dözün. O deyir, amma sən oruç tutanda başına yağ çək və üzünü yu. Başına yağ çək və üzünü yu. Matta 6:17-də deyir. İsa toz ziyafətində olmağın 2 məqamını dilə gətirdi. İsa toz ziyafətinə getməyin 2 əsas məqamını dilə gətirdi. Başına yağ çək və üzünü yu. Yəni, məhs olunmuş baş, yəni, ağlınız aydın işləməyə başlayacaq. Çünki məhs əsl yeməkdir. Əsl yemək məhsdir. İkincisi, yuyulmuş üz. Yəni, yaxşı əhval ruhiyyə. Amin. Onu deyirlər ki, başına yağ çək və üzünü yu. Yəni, ağlın başlayacaq daha yaxşı işləməyə və yuyulmuş üz isə yaxşı əhval ruhiyyədə olmalısan. Əgər orucunda üzün turşdursa, sadəcə olaraq yeməkdən əl çəkmirsən. Sən heç nə eləməmişsən, prozu yemək gimirsən. Əgər sən oruç tutmuşsansa, sifətində turşdursa belə, turşutmuşsansa, buna deyir ki, bir qamış kimi başınızı əyib, əyninizə çul giyib, kül üstündə oturmağınızdırmı? Siz belə olmaq istəyirsiniz ki, Allah sizi eşitsin, məyər sən aydın düşünməsən, başına məhz çəkilməsən, aydın düşünməsən və güləriz olmasan, Allah səni necə eşitsin? Sən Allahı necə eşidə bilərsən axı? Onun üçün deyir ki, bir qamış kimi başınızı əyib, əyninizə çul giyib, kül üstündə oturmağınızdırmı? İsaya 58:5-də deyir də. Ki Allah sizi eşitsin, budur oruç, buna oruç deyilsin, İsaya 58 bilirsiniz də oruç barəsindədir. Siz istəyirsiniz ki, başınızı qamış kimi deyir, əyəsiz belə, dilxor oturasınız. Başı məhz etməkdənsə, başın qamış kimi əyir, əyninə çul giyib, kül üstündə oturur. Bu ayənin əksidir ki, amma oruç tutanda başına yağ çək və üzünü yu. Toy ziyafəti, uşaqlar, səndə sevinç olandadır. Toy ziyafəti odur ki, səndə sevinç var. Zəburda deyildiyi kimi, dərinliyi çağırır. Sən onu çağırırsan, o səni çağırır, sən ondan sonra o səndən sən birlikdədir. Təkrar edirəm, o sizin daxilinizdədir. Atanın
arzusu gerçəkləşir ki, onun enerji sistemi bədəndə fəaliyyət göstərəcək. O sevinir ki, onun enerji sistemi bu oruç devrində sənin bədəndə fəaliyyət göstərəcək. Bu hər kəsə, ən azı səmavi səltənətə, şura və bədənə aşılanacaqdır, buna privivka olunacaqdır deyil, elə bir ki, buna yedizdiriləcəkdir. Və çürüməzlik qüdrətli güclə özünü səndə göstərməyə başlayacaqdır. Oruç bundan ötər. Oruç səndə olan sönməz, başlanğıcı və əxri olmayan işığın üzə çıxarılaraq yayın olunmasıdır bu 5 gün ərzində. Mən demirəm 5 gün. Kim istəyir 3 gün, kim istəyir 5 gün. Aşağısı 5 gün tutmalısan sən bu vəziyyətə çatmaq üçün. Mən xəstəyəm, mən yeməsəm belə olar, mən içməsəm belə olar. Sən gənə başladın, çul geyinib, başını aşağı sərib, kül üstündə oturmağa. Səndədir yemək. Kabab mənbəyi səndədir, kababdan da güclü olan. Hər şey səndədir. Amin. Hər şey başlanğıc nöqtəsi sənsən. Sənsiz heç nə başlamır. Box, yeməsən ölməzsən. Yazılmayıbdır ki, yemək yeməyən bədən ölüdür. Yazılıb ki, ruhsuz bədən ölüdür. Yazılmayıb ki, su içməyən bədən ölüdür. Yazılıb ki, ruhsuz bədən ölüdür. Yazılmayıb ki, nəfəs almayan bədən ölüdür. Yoxsa Məsih də ölü olardı, gedirsən. Məsihin bədəni nəfəs almır. İndi götürün çörək bölməni. Biz 5 günlük oruca girdik. Oruca girməzdən öncə Haleluya. Kəlamda deyilir ki, siz bununla məni yad edin. Çoxlarınız bunu etmirsiniz. Ona görə də çoxlarınız halsızsınız, xəstəsiniz, bəziləriniz isə ölübdür. Biz isə artıq yad edirik ki, Ata, biz yad edirik ki, sən bizdəsən, biz səndəyik. Ata, biz yad edirik ki, sən və biz birik. Ata, biz yad edirik ki, artıq ayrılıq yoxdur. Ata, artıq yad edirik ki, biz varıq. Ata, artıq yad edirik ki, biz səndə varıq və var olanıq. Ona görə də bugün xəstəliyə əlvida deyirik. Bugün maliyyə asıllığına əlvida edirik. Bugün problemlər aləmində vuruşmağa əlvida edirik. Çünki bugün oruca daxil olaraq öz yerimizi tanıyırıq. Biz taxta oturanıq. Biz taxta otuzdurulmuşuq. Biz artıq taxtayıq. Bax, gör necə taxta oturmuşsan. Özünü görə bilərsən. Haleluya. Biz taxta oturanlarıq. Biz burada səmavi səltənətdə. Ata, biz burada səmavi səltənətdə. Biz bu günlərin bu çörək bölmə vasitəsilə
yenidən yad edirik. Özün dedin ki, bununla məni yad edin, yada salın. Biz yad edirik ki, biz ölməzik. Biz yad edirik ki, biz çürüməzik. Çünki səndəyik. Çünki həyat verən ruhun qollarındayıq. Həyat verən ruhun ağuçundayıq. Biz həyat verən ruhdayıq. Həyat verən ruh bizdədir. Biz özümüz artıq sənə çevrilmişik yata yenidən. Hey! İtirilmiş izzəti oğlun İsa Məsihdə bərpa etmişsən ata. Biz bərpa olunmuşuq oğlun İsa Məsihdə, aleluya. Bütün bəşər, bütün bitkilər, bütün aləm xeyir-dua içindədir. Lənət dövrü qurtardı. Alın təri ilə çörək qazanmaq qurtardı. Çörək qazanmaq lənətindən, pul qazanmaq lənətindən artıq azadıq uşaqlar. Aleluya. Hey! Sənə təşəkkür edirik ata. Sənə təşəkkür edirik Rəbb İsa Məsih. Həyat verən ruh bizdə olduğuna görə sənə təşəkkür edirik. Və qəbul edirik. İndi qəbul et. Qəbul edin.